Herkese salam. Necəsiniz? İnşallah ki, hamınız yaxşısınız. Bugün yenə sizlərlə birlikdə Temu bağlaması açacağıq. İnşallah ki, hər biri yaxşı çıxar. Həyecanlıyam. Başlayaq. Keçən səfər də qeyd eləmişdim. Özüm belə salafanda qoyuram. Çünki digərinin hər yerə dəydiyini düşünürəm. Stola və digər yerlərə elə qoymaq istəmirəm. İlk öncə bu məhsulla başlayaq. Gördüyünüz bu bilərzik. Çox qəşəng görsənir. Daha sonra 2 adet abador, saç aksesuarı, Kızlar, bundan əvvəlki videoda o qədər çox danışmışdım ki, inanırsınız? Yəni videonu düzəldərkən o qədər kəsmək məcburiyyətində qaldım. Çəkib bitirdikdən sonra fərqinə vardım ki, 50 dəqiqədən çox, yəni video çəkmişəm. Bilmədim nə edeyim, necə eləyim, harasını kəsim ki, qısalda bilim də. Yəni çox uzun idi. Ona görə də bu dəfə o qədər çox danışmamağa diqqət eləyəcəm. Sonra qızlar, heyf. Qızlar, bu uşağı çimizdirərkən başını yumaqdan ötürüdür də. Amma məncə bu körpə uşaqlara daha yaxşı olar. Uşağın saçı ki tam hələ uzanmır, daha seyrək saçları olur, başında qətmək olur. Baxın, həmin dövrdə uşaqlar üçün məncə yaxşıdır. Amma o saçı uzanmış uşaq üçün heç də əlverişli olduğunu düşünmürəm. Yəni nə bilim. Məncə bu heç də uğurlu alınmayıb. Körpə vaxtı ola bilərdi, amma indisi üçün heç uyğun deyil. Bu arada keçən səfər hər birini təzədən pakovkalayıb stola yığmışdım. Onu da niyə elədiyimi bilmirəm. Davam eləyək burada. Bir içindən nə çıxır? Kızlar, bu bilirsiniz nədir? Nasos. Bəli. Kim hansı məqsədlə istifadə edir bilmirəm. Mən bunu bilirsiniz niyə aldım? Oğluma keçən yer bir oyuncaq almışdım Trendyoldan. Kənarını nasosla hava doldurmaq, orta hissəsinə su doldurursan, balıqlar falandır. Onlar hərəkət eləyirlər uşaq əlini vurduqca. Onu doldura bilmək üçün almışam. Baxın, məsəl üçün belə bu hissələrdən hava vurur. Yəni mən düşünürəm ki, bu ucluqlar da bura taxmaq üçündür ki, nəyi dolduracaqsa, məsələn, onun ölçüsünə uyğundur da. Baxın, müxtəlif ucluqlar var. Çox qəşəng. Oğlum üçün sifariş eləmişəm bunu. Çox qəşəngdir. Elə gözəl, yumşaq materialı var ki, yəni uşağın ayağını incitəcək bir şey deyil də, əsla deyil. Mən böyük götürmüşəm. Niyə böyük götürmüşəm? Çünki ketlərdə 23 giyinəndə olur. 23-dən kiçiyi ayağına olmur. Biraz ayağın üst hissəsi topuşdur. Ona görə də bunu da 23 götürmüşəm. Sonra belə bir kofta
Ay qızlar, elə qəşəng, yumşaqdır ki, yəni əsl belə yaymalıdır da. Amma təəssüf ki, belə iç göstərən bir şeydir. Baxın. Görürsüz? Göstərən bir şeydir. Yəni altından mütləq, yəni mütləq deməyim, ancaq mən belə geyinə bilmərəm də. Məsəl üçün mayka ilə geyinməliyəm. Amma bu da qəşəngdir. Bu üstündəki qırçınlardakı lap xoşuma gəldi. Bu bağlamamızla davam edək. Oğlum üçün sifariş elədiyim corablar 5 dəst corabdır. Daha doğrusu 5 cüt. Rənglərdə işlək rənglərdir. İstəyirəm materialına baxın. Səhv eləmirəmsə pambıq olduğu qeyd olunmuşdu. Ən çox ona görə istədim. Yaxşıdır qızlar. Düşünürəm ki, hava alacaq. Yəni ayağı pişirməyəcək bir corabdır. Altında da belə yapışqanlar var, sürüşməsin deyə. Balacalara baxmaq istəyirəm. Qızlar, bu bilirsiniz nədir? Saatımın ekranı üçün qoruyucu şüşə sifariş eləmişəm. Telefon və planşet üçün olan üzdükdən sonra cəsarətlənmişəm. 2 ədəddir. Salfetləri və tozu çıxarmaq üçün olan məhsullar da var yanında. Düşünürəm ki, tamamilə uyğun gələcək. Qəşəng, səliqəlidir. Heç bir cızıq, heç bir çat yoxdur. Bunun üstündəki qara nöqtələrdən azad olmaq üçün, daha dərinləmə təmizləmək üçün işlətdikcə sizə öz fikrimi bildirəcəm. Yəni keçən səfər yadınıza düşür, fırçaları təmizləmək üçün olan silikon vasitəni çox tərifləyirdim ki, yapışdırmaq da olur, nə. İnanırsınız, mən onu yapışdıra bilmədim. Mən yapışdırdım, o qalxdı. Mən yapışdırdım, o qalxdı, sürüşdü, o tərəf bu tərəf. Neysə ki, qətiyyən yapışmadı. İndi inşallah ki, bu yaxşı çıxar. Heç nəyə belə ağız dolusu deyə bilmirəm də. Deyirəm, işlətdikdən sonra daha ətraflı bildirə biləcəm. Dediyim həmin saatım üçün kəmər sifariş eləmişəm. Çünki özününkü hər şeylə gedən bir rəng deyil və gündəlik istifadədə taxıram, yox, uyğun gəlmir deyib çıxarıram. Ona görə də qara rəngini sifariş elədim. Yoxlayacağım, yəni uyğun olsa, xoşuma gəlsə, ağ rəngini də sifariş eləməyi düşünürəm. Belə içi kupqalı maykalar, ipi nazikdir. Yəni uzadıb qısaltmaq olur. Çox qəşəngdir. Material o qədər yaxşıdır ki, yenə keçən səfər oğlumun papağı üçün deyirdim ki, kapronun qalın olanının materialına bənzəyir. Bax, eyni bu da. Qalın kapron materialına oxşuyur biraz. Üç rəngdir. Digərlərini də göstərim sizə. Mən 100 razmer götürürəm. Biraz böyük olur, düzdür. Ancaq daha rahat olur uşağın əynində də. Yəni necə deyim, düz üstünə otursun, kip otursun məntiqi ilə getmirəm. Daha çox əynində rahat olsun düşüncəsindəyəm. Ona görə də biraz böyük götürürəm. Qiyməti də o qədər münasib idi ki, yəni pambıq olan bir məhsul üçün. Daha sonra bunu özüm üçün sifariş vermişəm.
Qəşəng görsənir, rahatdır. Belə iki də çıt-çıtlandır. Rahat ayaqqabı olacağını düşünürəm. İnşallah ki elə də olar. Yəni yayda inanırsınız mən heç vaxt belə bir şey geyinməmişəm. İlk dəfədir ki, bunu aldım. İnşallah ki də peşman olmaram. Deyəsən bu sondu qızlar. Elə və qızlar. Sonuncu. Özüm üçün yeni sifariş elədim. Pasanojkalar, tabanı. Yəni rahat olacağını düşündüyüm bir ölçüdür. Bugünkü videomuz bu qədər. Ümidvaram ki, aldıqlarım sizin də xoşunuza gəlib. Mən çox bəyəndim. Bir tək bu istisna olmaqla həqiqətən heç düşündüyüm kimi çıxmadı. Əgər videonu bəyəndinizsə də bəyənməyi, kanala abunə olmağı unutmayın. Təbii ki, fikirlərinizi də mənimlə bölüşsəniz sevinərəm. Növbəti görüşlərə dək sağ olun, özünüzə yaxşı baxın.